Ət məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə aid olan sahəsidir. Hissə verilmiş ət məhsulları, toyuq, bildirçin, balıq, kalbasa və sosislər, eləcə də pendir seçərkən diqqətli olmaq sağlamlığımız üçün olduqca vacibdir. Doğru seçim yalnız dad deyil, həm də qida təhlükəsizliyi deməkdir. Bu səbəbdən məhsulun tərkibinə, dadına, istehsal şəraitinə və saxlanma qaydalarına diqqət edilməlidir. Birinci diqqət eləməli olduğumuz məsələ etiket və qablaşdırmadır. Etiket və qablaşdırmaya diqqət edərkən məmulatın üzərindəki xüsusi qeyd olunmuş yarlıqda onun istehsal tarixi, istehlakçına qoyulmuş son müddət, yəni hansı müddətdə istehlak oluna bilər, bu kimi əlamətlərə ilk diqqət eləməliyik ki, vaxtı keçmiş məhsullardan istifadə etməyək. İkinci məsələ onun qablaşdırılmasına fikir vermək lazımdır. Qablaşdırması mütləq hermetik olmalıdır, qablaşdırma pozulmamalıdır. Müxtəlif məhsullar müxtəlif cür qablaşdırıldığı üçün, məsələn, kalbasa məmulatında nəzərdə tutsaq, o kalbasa nümunəsindən irəliləsək, deyərik ki, kalbasanın üzərindəki süni dəri örtük cırılmamalıdır, hermetik olmalıdır, tamlığı pozulmamalıdır, səthi quru olmalıdır, təmiz olmalıdır, ləkələr olmamalıdır. Kalbasanın daxilinə nəzər yetirdikdə, yəni mühtəviyyatına nəzər yetirdikdə, daxildəki kalbasa ətinin rəngi nə çox tünd, nə də həddindən artıq açıq olmalıdır. Əgər çox tünd rəngdə alışılmışdan artıq tünd rəngdədirsə, demək burada adət olunmamış boyalardan istifadə olunubdur və yaxud da həddindən artıq açıq rəngdədirsə, demək burada nəsə fərqli bir qida boyacılarından istifadə olunmuşdur. Qeyd edək ki, bu cür məhsullar isti və soyuq üsulla hissə verilir. İsti üsulda məhsul daha tez hazır olur, lakin daha az saxlanma müddətinə malik olur. Soyuq üsulla hissə verilmiş məhsullar isə daha uzun müddət saxlanıla bilər. İlk olaraq, ilk proses məhsulun qurudulmasından başlayır. Qurudulduqdan sonra hissə verilir. Bu nə üçün lazımdır? Hissə verilməsi onun üçün lazımdır ki, hazır məhsul olduqdan sonra, proses başa çatdıqdan sonra məhsulun uzun ömürlülüyünü saxlayır və kənar bakteriyaların məhsulun daxil olmasına, içərisinə daxil olmasını önləyir, qarşısını alır və beləcə təbii formada məhsulun uzun qalmasına kömək edir. Məhsul hissə verildikdən sonra peçin içərisində buxarda pişir, soyudulur, duşda soyudulur və ondan sonra ikinci dəfə hissə verilir ki, bu daha da dayanıqlı olsun. Beləcə məhsulumuz oradan çıxdıqdan sonra artıq bizim saxlanıcı olan anbarlarımızda saxlanaraq səhərisi mağazalara bizim servis maşınlarımızla satışa çıxarılır, paylanılır. Məhsulun üzərindən xoş deyək ki, tüstü qoxusu, his qoxusu, odun qoxusu gəlməlidir. O zaman yəni bu bilinir ki, təbii yolla tüstüyə verilib, hissə verilibdir. Deyək ki, bəzi istehsalçılar olur ki, məhsulu hissə vermək əvəzinə içərisinə xüsusi maye, tüstüyə qoxusu verən mayələr qatırlar. Bu da alıcının demək olar ki, tam zəhərləməsinə səbəb ola bilər. Belə bir hallar hər halda olubdur. Amma biz onu təbii yolla tüstüyə verdiyimiz üçün tam zəmanət veririk ki, məhsul doğrudan da dayanıqlı, keyfiyyətli bir halda bizdə istehsaldan çıxar. Xüsusilə hissə verilmiş ət və kalbasalarda yağ və duz miqdarı çox olduğuna görə təzyiq xəstələri bu məsələdə daha diqqətli olmalıdır. Bu məsələlərə diqqət eləmək üçün biz özümüz ayıq olmalıyıq, etiketlərə fikir verməliyik və mütəmadi şəkildə aldığımız hər bir məhsulun ilk əvvəl məsuliyyətini özümüz daşımalıyıq. İlk baxdığımız şey saxlanma müddəti, tərkibi, bu kimi şeylərə diqqət eləmək lazımdır ki, bunlar bildiyiniz kimi müddəti keçmiş məhsullar açıq-aydın risk faktorudur. Yəni biz müddətinə diqqət eləmədiyimiz bir məhsulu alırıqsa, bu bizim üçün risk təşkil edir. Bu sahə üzrə mütəmadi Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tədbirlər görülür, monitorinqlər keçirilir və bütün qida məhsullarının həm onların istehsal şəraiti, daşınma, saxlanma, həmçinin onun alıcıya çatdırılma satış məntəqələrində də mütəmadi monitorinqlər keçirilir və bu maddələrə nəzarət olunur ki, əhalinin sağlam qidadan istifadə etməsi təmin olunsun. Alıcının hüququdur ki, həmin malın keyfiyyət barədə göstəricilərini, sertifikatlarını tələb etsin.
Keyfiyyətli hissə verilmiş ət məhsullarının spesifik xoş hiss qoxusu olmalıdır və bu məhsullar müəyyən müddətdə istifadə olunmalıdır. İstifadə müddəti və saxlanma qaydalarına xüsusilə diqqət yetirilməlidir. Adətən hissə verilmiş məhsullar palıd, alma, qoz ağacının odunları vasitəsilə hissə verilir və alışılmış şəkildə yox, kənar qoxular hiss ediriksə və yaxud da həddindən artıq hissdə tündlük varsa, deməli bu fərqli bir odunla hissə verilmişdir və məmulat standartdan kənardır. Bu cür məhsullar adətən soyuq temperaturda saxlanılır, 0-4 dərəcə Selsi arasında və bu hər məhsulun fərdi xüsusiyyətinə görə dəyişə bilər. Və ən mühüm məsələ isə soyuq qida zəncirinə riayət olunmalıdır. Soyuq qida zənciri nə deməkdir? İstehsal müddətindən tutmuş, həmin ərzaq məhsulunun daşınmasına, sonra onun satışa təqdim olunduğu yerdə bütün mərhələlərdə soyuq zəncirə riayət etmək lazımdır. Yəni istənilən halda qida məhsulu bir yerdən digər yerə daşınarkən istehsal olunan yerdən daşınma yerinə qədər, daşınma yerindən istehlak olunacaq yerə, yəni satış məntəqələrinə aparılan yerə qədər bütün hallarda soyuq qida zəncirinə riayət olunmalıdır ki, bu zəncir pozulmasın. Pozulduğu halda məhsul keyfiyyəti təbii ki, aşağı düşəcəkdir. Sağlamlıq insan üçün ən böyük sərvətdir. Sağlamlığın əsası isə düzgün qidalanmadan asılıdır. Bu səbəbdən qidalanmamıza, yediyimiz, içdiyimiz məhsullara, onların keyfiyyətinə diqqət yetirməliyik.